Selamünaleyküm. Önceden sizden xahiş edək ki, videolarımızı izləyin və səhifəmizə üzv olun ki, bu barədə məlumatlar daha tez-tez qarşınıza çıxsın. Biz fasad işləri görərkən böyüklü, kiçikli detallara çox həssaslıqla yanaşırıq. Tikililərin fasadı işlənərkən Keramo-Granit fasad sistemində altyapı konstruksiyası var ki, həmin bu altyapı konstruksiyası alümin profillərdən ibarət olur. Gördüyünüz bu boyalı profillər Keramo-Granit daşların düzülüşünə görə, dizaynın tələbinə görə ölçülərə uyğun montaj edilir. Bu T profillərinin düzgün montajı bu işin ən vacib detallarındandır. Çünki T profillərində hər hansı bir sapma, əyilmə, ölçüdən qaçma, istər şaquli vəziyyətdə, istərsə də yatay vəziyyətdə düzgün montaj edilməməsi Keramo-Granit daşların bir-birindən diş verməsinə və yaxud da görüntünün estetikasının pozulmasına səbəb ola bilər. Biz bu detallara çox həssaslıqla yanaşırıq. Profillərimizin boyalı olması dərzdən həmin profillərin alümin detalının deyil, qara fonda görüntüsünə səbəb olur ki, bu da daha gözəl görünüşə səbəb olur. Bu profillər düzgün montaj edilməlidir ki, Keramo-Granit daşların bərkidilməsi zamanı hər hansı bir əyrilik və yaxud da ölçüdən qaçma yaşanmasın. Profillərin montajı zamanı hər hansı bir yanlışlığa yol verilərsə, Keramo-Granit daşların quraşdırılması zamanı problemlər ortaya çıxır ki, bu problemləri həll etmək həqiqətən də çox çətindir. Çünki daşın başlanğıcında yola verilən 1 mm əyrilik divarın sonunda gedib bir neçə santimetr əyriliyə səbəb olur. Ona görə də biz bu dəqiqliyə həssaslıqla yanaşırıq ki, proses zamanı hər hansı bir problemlərlə üzləşmək. İnşallah işlərimiz davam etdikcə sizə Keramo-Granit fasadın hər bir detalı barəsində mütəmadi olaraq məlumatlandıracağıq. Səhifəmizə abunə olun, videolarımızı bəyənin ki, Keramo-Granit fasad barəsində daha ətraflı bilgi əldə edəsiniz.